Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Atatürk prospektinə yerləşən Şəfa aptekinə yaxın bir ərazidə, deməli 5 mərtəbəli binanın birinci mərtəbəsinə Leningrad proyektli əla və keyfiyyətli təmir olunmuş. Ola bilsin bu sözdə bir balaca çox dedim. Ola bilsin bəzi yerləri nəzərə almasaq. Bax, konkret 3 otaqlı mənzil satılır. Hal-hazırda siz otaqlardan birini görsünüz. Ölçüsü 6'nın 3 yarımadır. Bax, bu otaqların ola bilsin ki, hətta bir balaca çox olsun. Bax, bu cürdür. Təmirini görmək mümkündür. Onu da deyim ki, otaqlar iç-içə deyil. Hal-hazırda siz 2 ədəd otağı görsünüz. Bax, bunların ölçüləri eynidir. Yəni 6'nın 3 yarımadır. Leningrad proyektlidir. Deməli, konkret 3 otaqlıdır. İndi isə siz 3-cü otağı gördünüz. İndi deməli mən sizə ikinci otağı göstərirəm. Bax, bu ikinci otaqda təmirini görmək mümkündür. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. İpoteka yararlıdır. İndi isə 3-cü otağa keçirəm. Bax, bu otağın ölçüsü 3-ün 4-dədir. Deməli, mənim arxa tərəfimdə açıq tipli balkonu var. Bildiyiniz kimi həmin balkonların ölçüsü 6'nın 1'i 20'dir. Bax, bura deməli 3-cü otaqdır. Dediyim kimi konkret 3 otaqlıdır. Bax, belə bir konkret 3 otaqlı mənzilin qiyməti 95.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. İndi isə siz qapıdan giriş hissəsini görürsünüz. Yəni qapısı dəmir deyil. 2 ədəd badvalı var. Bax, yenidən mən sizə deməli bax bu otaqları göstərirəm. Deməli, bundan başqa beynəlxalq xəstəxananın arxası demək mümkündür. Yəni o zona demək mümkündür. Bir də ki, deməli 18 nömrəli orta məktəbə yaxın bir ərazidir. Bildiyiniz kimi, deməli Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. 1992-ci ildə şəhidimiz tank komandiri Nizami Aydının adınadır həmin 18 nömrəli orta məktəb. Bax, həmin orta məktəbin yanında uşaq bağçası var. İndi isə mən sizə ikinci balkonunu göstərirəm. Dediyim kimi 2 ədəd badvalı var. Bax, bura deməli örtülü tipli balkonudur. İndi isə mətbəxini görmək mümkündür. Gördüyünüz kimi mətbəx balkona birləşdirilib. Bax, belə bir deməli konkret 3 otaqlı mənzilin qiyməti 95.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Atatürk prospektində yerləşən Şəfa aptekinin qarşısından 6, 7 və 10 nömrəli marşrutlar işləyir. Yenidən mən sizə deməli indi isə hamamını görmək mümkündür. Stil sistemi Pitiminutkadır. 1 tonluq su bakı var. Eyni zamanda deməli kolonka sistemidir. Bura isə bu zonadır. Dediyim kimi otaqlar iç-içə deyil. Hal-hazırda siz kiçik otağı görürsünüz. İndi isə deməli 2 ədəd böyük otaqları görürsünüz. Bax, belə bir konkret 3 otaqlı mənzilin qiyməti 95.000 manatdır. Mən bildiyimə görə qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.